Salam, hər vaxtınız xeyir, dəyərli izləyicilər. Kanal 13 internet televiziyasının efirində yayımlanan sizin tribuna verilişinin növbəti buraxılışında xoş gördük. Qarşıdakı dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birinci vitse-prezident postuna təyinatını müzakirə edəcək. Qonağımız isə Ümid Partiyasının sədri İqbal Ağazadədir. Xoş gəlmişsiniz İqbal bəy. Xoş gördük. İqbal bəy, bildiyimiz kimi bir neçə gün bundan əvvəl İlham Əliyev öz həyat yoldaşı Mehriban xanımı birinci vitse-prezident postuna təyin etdi. İlk bundan başlayaq. Sizin bu təyinata olan münasibətiniz nədən ibarətdir? Azərbaycan Respublikasının konstitusiyasının bir neçə mərhələdə dəyişdirilməsi, referendum vasitəsilə ona əlavə və dəyişikliklər edilməsi partiyamız və şəxsim tərəfindən tənqid olunub və məsələlərə münasibətdə mövqeyimiz çox açıq şəkildə olub ki, bu şəkildə konstitusiyanın formalaşması gələcəkdə Azərbaycanda idarə etmədə şəffaflıq və idarə etmədə demokratik dəyərlərin hamısını şübhə altına alan addımlarla səciyyələnəcək. Zaman keçdikcə bu şəkildə də təsdiq olunub. İstər 2002-ci ilin avqust ayındakı referendum, istər 2009-cu ilin yanvarında olan referendum, istərsə də 2016-cı ilin sentyabr ayında olan referendumlar mahiyyət etibarilə Azərbaycan konstitusiyasının şəklini, Azərbaycan konstitusiyasının fəlsəfəsini dəyişən müddalarla kifayət qədər zəngin idi və biz buna hər zaman etiraz etmişik. Və bugün də etiraz edirik və hesab edirik əlimizdə imkan olan kimi birinci dərəcədə Azərbaycan konstitusiyası dəyişdiriləcək və Azərbaycan konstitusiyasında dəyişdirilərkən orada bir sıra əlavə müddalar salınacaq və bu müddaların başlıcası prezidentin səlahiyyətlərinin 2 dəfədən artıq olmaması, 2 dəfədən artıq seçilmə imkanlarının tanınması, 7 illik müddətin 5 il müddətə endirilməsi, prezidentin yaş senzi 35 yaş və ali təhsilin mütləqliyi, millət vəkilliyinə yaş senzi və ən başlıcası yaxın qohumların öz icraatında olan vəzifədə olarkən tabiçiliyində olan işçilərə keçirilməməsi. Bu bizim arzuladığımız, bizim istədiyimiz və hakimiyyətin də zaman-zaman dəyişdirdiyi konstitusiyada etiraz etdiyimiz bəndlərdir və bu bəndlərin dəyişdirilməsi üçün də gələcəkdə mübarizə var. Lakin Azərbaycan Respublikasının qüvvəyə minmiş konstitusiyası var. Azərbaycan Respublikası referendum vasitəsilə bizim boykot edib etməməyimizdən asılı olmayaraq Konstitusiya Məhkəməsinin təsdiq etdiyi və bizim də bugün gündəlik həyatımızla məşğul ola biləsi bir qanunu var və bu qanuna uyğun da Prezident sərəncam imzalayır. Artıq o sərəncamı durdurmaq, o sərəncamın qarşısını almaq, o sərəncamın əleyhinə hər hansı bir fəaliyyətdə bulunub da ictimai qınaq vasitəsilə onu geri çəkmə imkanları təəssüf ki, məhduddur. Təşəkkür edirəm İqbal bəy. Siz müxalifət düşərgəsində çox iddialı partiyalardan birinin liderisiniz, rəhbərsiniz və sizin mövqeyiniz bəzi fikirlərdə haçalıq yaradıb. Yəni sizcə siz belə bir mövqeyə işlətmisiniz ki, Mehriban xanımın təyinatı biraz yaxşıdır. Yəni başqalarına ad çəkmisiniz konkret, onlara nisbətən bu yaxşıdır. Siz niyə çəkmirsiniz adları? Yox, siz özünüz çəkərsiniz. Və mən sosial şəbəkələrdə belə bir məqamla rastlaşdım ki, orada sizin belə deyək də bu mövqeyinizi belə şərh eləmişdilər ki, bir neçə, yəni təbii ki, bu şəxsi şərhləridir. Amma mənim üçün də maraqlı oldu bu mövqe. Orada izah olmuşdu ki, hakimiyyət daxili komandaların burada güc, yəni belə deyək də güc göstərmələrdir bir-birinə və burada Paşayevlərin qələbəsi kimi qiymətləndirilir və siz də hakimiyyət daxili komandadan bu mövqe ilə sanki öz belə deyək də mövqeyinizi və yaxınlığınızı harasa göstərmək istəmişsiniz. Əvvəla onu qeyd edeyim ki, bir daha fikrimi sizin kanal vasitəsilə ifadə etməyə çalışıram. Təşəkkür ederim. 109-cu maddəyə görə vitse-prezident təyin etmək prezidentin səlahiyyətindədir. Bir daha qeyd edirəm ki, prezidentin təyin etdiyi hər hansı bir vitse-prezidenti, hər hansı bir nazirə, hətta hər hansı bir icra başçısını müxalifətin ictimai qınaq, təsirlər və s. qarşısını almaq və yaxud da ona qarşı çıxmaq imkanları yoxdur. Biz 109-cu maddə ilə prezidentə verilən səlahiyyətlərin dəyişdirilməsini referendumda istəyirik və bundan sonra da istəyəcəyik və bayaq da qeyd etdiyim ki, əlimizə ilk fürsət düşəndə dəyişdirəcəyik. Amma mənə konkret sual verilib ki, birinci vitse-prezidentlə Mehriban xanım Əliyevanın təyin olunmasına necə baxırsınız? Mən də ağlım başımda olan adamam. Bilirəm ki, ora nə bizdən təyin edən deyirlər, nə bir başqasından təyin edən deyirlər. O hakimiyyətin içərisindən təyin olunacaq adamlardır və konkretdə 5-3 adam var, kimlər təyin oluna bilər. Mən demişəm, o təyin edəcəyi adamlardansa Mehriban xanım Əliyeva onlardan qat-qat yaxşı uğurlu kadrdır.
Əgər seçim bunların içərisindədir, biz seçimin içərisində deyilik və yaxud da cəmiyyətin başqa bir nümayəndəsi seçimin içində deyil, seçimin içərisində bəlli bir çevrə var. O çevrənin içərisində biz bilirdik, adları hallanan da, uzun müddət mətbuatda mübahisəsi gedəndə o adamlardan, istəyirsiniz mən bir daha deyim, Artur Rəsulzadədən, Ramiz Mehdiyevdən və ya bu tipli yaşı kifayət qədər 80-i keçmiş adamlardansa Mehriban xanım Əliyevanın təyin olunması yəni onların şansları var idi də. Əlbəttə şansları var idi deyəndə hələ bəlkə vitse-prezident kimisə təyin edəcəklər, onu da görəcəksiniz. Yəni birinci olmayacaq, vitse-prezident olacaq. Bunu da görəcəksiniz. Amma hər halda reallıq budur. Əgər administrasiyanın rəhbəri, əgər baş nazir, əgər nazirlər, baş nazirin müavinləri həmin adamlardırsa, nədən şansları olmasın ki, birinci vitse-prezident olsun? Məsələnin mahiyyəti bundadır. Bu şəkildə yanaşmaq lazımdır məsələyə. Kim nəyi tərifləyib, nəyi tərifləməyib. Biz bütövlükdə Azərbaycan Konstitusiyasının fəlsəfəsini qəbul etmirik. 2 dəfədən artıq prezident seçilməyi qəbul etmirik. Prezidentin 7 il müddətə seçilməsini qəbul etmirik. Biz 35 yaş senzinin 18 yaşa endirilməsini qəbul etmirik. Biz parlament yaşının 18-ə endirilməsini qəbul etmirik. Mən statuslarımın birində yazmışdım. Azərbaycan Respublikasının Milli Məclisi məhz sentyabr referendumundan sonra parlamentdə bir qanun müzakirə edirdi. Orada sürücülük limiti ilə bağlı yaş tətbiq edirdi. Yazmışdı ki, 22 yaşdan aşağı tramvay sürmək istəyənlərə vəsiqə verilə bilməz. Avtobus sürmək istəyənlərə vəsiqə verə bilməz. Mən onda bir status yazdım sosial şəbəkəyə ki, əcəba bu Azərbaycan tramvaycan, bu trolleybuscan, bu avtobuscan yoxdurmu? 22 yaşında adama icazə vermirsən 22 yaşına qədər avtobus sürməyə. Amma 18 yaşında deyirsən Azərbaycanın başına keç də Azərbaycan idarə elə. Yəni məsələlər budur. Bu kontekstdən yanaşanda bugün də deyirəm, sabah da deyirəm, bir neçə kriteriyasına görə o kadrlardan, hakimiyyət içərisində olan kadrlardan uğurludur. Bir mənalı surətdə 5-ci kolonun üzvü deyil. Yəni Rusiyanın və yaxud da başqa bir dövlətin maraqlarını ifadə edən deyil. Ən azı qərbə açıqdır, daha çox qərb institutlarının yanında olur, daha çox qərb dövlətlər bizim qəbul edib etməməyimizdən asılı olmayaraq. Fransa ilə, İtaliya ilə, Amerika parlamentdə indiyə qədər Amerika-Azərbaycan dostluq qrupunun rəhbəri kimi və s. bu ölkələrlə daha çox təmasdadır. Biz də Azərbaycanın Avropaya inteqrasiyasını istəyirik. İstəyiriksə, onların içərisində bunun daha uğurlu olduğunu bir daha demək nəyə xidmət edir, bunu anlamıram. İkincisi, əgər qərbə daha yaxındırsa, demək qərbin daha çox tələb etmək və Azərbaycanın daha çox demokratikləşməsinə və qərb dəyərlərinə yaxınlaşmasını istəyəcək. Üçüncü bir tərəfdən, hakimiyyət daxili qruplaşmalarda artıq oliqarxiya sistemi və s. onsuz da müxtəlif təbəqələrdə var idi. Bunun ən azı lokallaşması daha məqsədə uyğun ki, cəmiyyət daha çox bu işlərdə uğur əldə edə bilsin. Dördüncü bir tərəfdən, bəyəm Azərbaycan seçicisi bizə məlum deyilmi ki, aparata yazmaqla yanaşı həm də fonda yazırdı. Birinci xanım kimi müraciət edirdi, millət vəkili kimi müraciət edirdi, fondun prezidenti kimi müraciət edirdi ki, bizim problemlərimizə sahib çıxın. Bu da bir daha, bəlkə bu istiqamətdə mövcud hakimiyyət çərçivəsində problemin hansısa bir əllinə təkan verər. Bizim İqbal Ağazadənin təkcə vəzifəsi hakimiyyətə gəlmək, hakimiyyət dəyişmək deyil, həm də seçicinin vəziyyətini yaxşılaşdırmasıdır. Ən optimal variantda biz bütün nöqtələrdə düşünməliyik ki, vətəndaş seçici nə uda bilər? İqbal bəy, seçici ilə bağlı bu yerdə bir sual da verim, sonra biz başqa suallar verəcəyik. Sizin bu mövqeyiniz hər hansı bir növbəti seçkilərdə seçici itirməyizə gətirib çıxara bilər? Əsla gətirib çıxarmaz. Mən sülalə hakimiyyətinin birbaşa əleyhinəyəm. Mən hakimiyyətin bu şəkildə idarə olunmasının əleyhinəyəm. Əlimə imkan düşdükcə birinci növbədə konstitusiyanı dəyişəcəm. Lakin mövcud şərtlər nə bizi konstitusiyanı dəyişməyə, nə hakimiyyəti dəyişməyə, nə də yeni hakimiyyət formalaşdırmağa imkan vermir. İmkan verməyəcəyi təqdirdə mən çalışıram ki, maksimum dərəcədə ölkə vətəndaşı üçün, ölkə seçicisi üçün ən azı kiçicik bir addımda nəsə müsbət bir şey olsun. Və bu müsbət şeydə artıq daşdaşmış filan yox, ən azı bizim də istədiyimiz qərbə inteqrasiyadır. Rusiyanın yanında dayanan yox, heç olmasa qərbə açıq olan biri təyin olunsun ki, bəlkə onun vasitəsilə də qərb Azərbaycanda demokratikləşmək üçün, ab-havanın yumşalması üçün, sistemin fərqli yerə çıxması üçün bəlkə nələrsə dəstək verir. Qərbə inteqrasiya deyəndə biz Avropa oyunlarının təcrübəsində burada başqa bir şey gördük. Çünki Avropa oyunlarından da daha çox belə təqdim olunurdu ki, Avropaya açılım olacaq və s. Amma Avropa oyunlarından sonra
sonra Avropanın hegemon ölkələrinin, yəni əsas ölkələrinin Azərbaycana tənqidi daha çoxaldı. Belə bir hadisəni Qərb necə qarşılayacaq? Sizcə həqiqətən bu bizim xeyrimiz olacaqmı? O da Qərbin problemi. Pis qarşılayacaq, daha yaxşı optimal vəziyyət yaranacaq, müxalifətlə daha çox işləyəcək, gedib işləyək bir yerdə və Azərbaycanda rejimin yumşalmasına və son anda demokratik seçkilərə və hakimiyyətin dəyişməsinə nail olaq. Demək, yenə də bizim xeyrimizədir. O zaman siz necə düşünürsünüz? Bu təyinat Azərbaycanda cümhuriyyət belə deyək də ənənələrin pərdələmir ki, daha kölgədə qoymaq kimi. Qardaş, əzizim, canım gözüm, Cümhuriyyət ənənələri 2003-cü ildən çoxdan sıradan çıxıb. 2003-cü ildə bu proseslər baş verib hamısı və gəlib bugünə çıxıb. Nə cümhuriyyətçilikdən? Bugün o cümhuriyyəti müdafiə etmək istəyənlər özlərinə bir sual versin, 2003-cü ildə kimin yanındaydılar? 2003-cü ildə biz buna qarşı çıxanda kimin yanındaydı, bir buna sual versin. O rejimin mi dəyişməsini istəyirdi, yoxsa imitasiya mı eləyirdi, yoxsa gerçək gücləri qoyub harda dayanmışdı? Bu adamlar bunu düşünsün, kimisə tənqid etmək əvəzinə. 2003-cü ildən bu proses var. Biz iki şeyi qarışdırırıq fəlsəfi olaraq. Bir şey reallıqdır. Azərbaycanda budur. Reallığı qoymuşuq kənara, hüquq bunu deyir. Hüquq bilirsiniz nə qədər şeylər deyir 2003-cü ildən bu yana. O qədər şeylər deyir. Amma onun heç bir Azərbaycanda olmur ki. Yəni Azərbaycanda baş verənlər əslində hüquqa uyğunlaşdırılır. Hüquqa uyğunlaşdırılır. Sadəcə onun hüququ donu biçilir. Amma biz neyiniyək ki, reallıq budur? İndi reallıq budur deyə. Biz seçici üçün, vətəndaş üçün, dövlət üçün, gələcəyimiz üçün daha optimal yollar aramayaq deyək, yox bu pisdir və biz gedib özümüzü intihar edək, özümüzə sağlayaq. Sizcə bu optimal yoldur yoxsa? Optimal yol ya qeyri-optimal yol. Olan budur. Dəyişə bilirikmi başqa cür? Gəlin başqa cür düşünək. Referendumu durdura bildikmi 2009-cu ildə? Referendumu durdura bildikmi 2002-ci ildə? 2016-cı ildə referendumu durdura bildikmi? Optimal yolun fikirləşin, gəlin niyə durdura bilmirik? Yanaşmalarımız yanlışdır, beynəlxalq konjunktura xeyrimizə deyil, regionda tamam fərqli proseslər gedir, bizim özümüzün biraz bivecliyimiz var və s. və s. Bunun hamısının üst-üstə gələndə nəticə gəlir bu alın. Amma yenə deyirəm, nəticəni kənara qoyub da, baş verən reallıqları, ortada olan reallıqları kənara qoyub da, nağıllardan danışmaq, yox biz bunu edəcəyik, biz tanımırıq. Tanımırsan, qaça-qaça 2018-də ya 2020-də parlament seçkiləri olsa, həmin prezidentin imzaladığı sərəncamla seçkilərə gedəcəksən, xeyr ola. Tanımırdım bəs. Bəs onu sərəncamı o prezident imzalayıb da. Polisin qabağında duran kimi qanunlardan danışırıq, sonra deyib biz tanımırıq. Qüvvəyə minmiş konstitusiya var, mən nə etməliyəm? Mənim gücüm çatmadı konstitusiyanı durdurmağa. Mənim nizamnaməmdə yazılıb ki, mən konstitusiya çərçivəsində mübarizə aparan siyasi partiyanın rəhbəriyəm və bütün fəaliyyətimi konstitusiya əsasında quraram. Mən konstitusiyanın dəyişilməsinin qarşı çıxdım. Xalqı referendumda əleyhinə səs verməyə çağırdım. Dedim, iştirak etməyin bu referendum, bu xalqın ziyanınadır. Hətta xalq iştirak etməsə belə Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarla və beynəlxalq təşkilatların da tanıdığı, beynəlxalq dünyanın da tanıdığı Azərbaycan Konstitusiyası var. Və biz onunla yaşayırıq. Nə etməliyik? Qanuna qarşı çıxmalıyıq. Bu şəkildə olmur. Mübarizənin fərqli yollarını aramaq, fərqli effektiv vasitələrini tətbiq etmək. Bilirsiniz, hər şey nəticə uğrunda mübarizədə hakimiyyət dəyişikliyinə gətirib çıxaran mübarizə kimi qoyulmamalıdır. Seçici heç onu düşünmür bugün. Seçici onu düşünmür hələ. Seçicinin hələ özünün problemləri var. Biz o yerdən yanaşıb da proses aparmağa əvəzinə demokratiyanı hadisə hesab edirik. Elə bilir ki, bir seçki olacaq, hər şey düzələcək Azərbaycanda. Vallahi düzəlməyəcək. 1992-ci ildə mərhum Elçi bəy demokratik seçilməmişdi. Nə oldu? Bir ildən sonra yıxıldı. Bəs o demokratiya istəyən, demokratik hakimiyyətin, demokratik seçkinin nəticəsində formalaşan hakimiyyət niyə qala bilmədi? Bəyəm 1993-cü ilin... Cəmiyyət artıq ondan da geri gedib. Deyəcəm, mən izah edəcəm. 1993-cü ilin oktyabrında Heydər Əliyev demokratik seçilmədi. Seçildi. Nə oldu? Budur cəmiyyət. Demək, demokratiya seçki deyil. Seçki demokratiyada bir prosedurdur. Demokratiya təfəkkürdür, düşüncədir, yaşam tərzidir, vərdişdir. Bunlar yoxdur bugün. Yəni cəmiyyətin problemidir. Yoxdur. Cəmiyyətin problemidir. Cəmiyyət onu xalqın problemi deyil. Siyasi institutların problemidir. Hə, o siyasi institutları bir tərəfdən hakimiyyət, bir tərəfdən də müxalifətin bəzi nümayəndələri bu vəziyyətə gətirib çıxarıblar. Amma əsas günah hakimiyyətin. Siz siyasi institutlar deyəndə siyasi partiyaları daxil edirsiniz. Siyasi partiyaları nəzərdə tuturam. Bəli, əsas hakimiyyət. Hakimiyyət həmişə istəyib ki, seçici, vətəndaş problemin içərisində olmasın. O qıraqda seyirci olsun, tamaşaçı olsun. Sanki iki qrup döyüşürmüş.
Biri xalqın yanında olan iqtidar, biri də xalqın yanında olmayan, xalqı devirmək istəyən müxalifət. Və o imici yaradıb. O imici yaradıb və xalq bizə seyircidir. Hətta futbol tamaşaçısı kimi ən yaxşı mövqeyimizi ifadə edəndə sağ ol, yaxşı danışdı, əla danışdı, televizor söndürüb çıxıb gedir. Daha yanımızda da deyil. Sadəcə deyir, əla danışdı. Sanki bir gözəl qol vurmuş kimi, sanki gözəl bir futbol oynayırmış kimi. Bizim günahımızdır, o xalqın günahı deyil. İnanmamaq xalqın haqqı, inandırmaq bizim vəzifəmizdir. Biz onu bacarmırıq hələ. Kütləvi informasiya vasitəmizmi, zəiflik, təbliğat vasitəmizmi, təşkilatlanma mı, yoxsa problemlərə hardan yanaşmağın yolları mı? Heç kim bunu inkar edə bilməz ki, yox bizdə düzdür. Düzdür, niyə hakimiyyətdə deyilsin? Demək, səhvdir ki, yoxsan da. Ona görə məsələlərə bu aspektdən daha çox yanaşmaq lazımdır. Bu məsələni demək olarmı ki, Qərb də məhz bu məsələlərə görə müxalifəti dəstəkləmir? Qərb üç şeyə görə müxalifəti dəstəkləmir. Bir, Qərb bu hakimiyyətdən sonra daha stabil hakimiyyət istəyir. Azərbaycan müxalifətinin verdiyi mesajlar daha qeyri-sabitdir. Bu hakimiyyət gedərsə, bu gedəndən sonra yaranacaq vəziyyət stabilliyin yox, qeyri-stabilliyin mesajını verir. Hər kəs cavab verəcək, hər kəs cəzasını alacaq, hər kəs falan olacaq. Bir dənə barışdan, siz partiya seçmişsin, konsepsiyası varmı bu fikirdə? Var, bəli, var. Siz də bu fikirdəsiniz ki... Xeyr, o fikirdə deyilik. Biz maliyyə amnistiyasının tətbiq olunmasını istəyirik cəmiyyətə. Bəs onda sizin müdafiə eləmir Qərb? Hə, Qərb müdafiə etmək üçün də gərək seçici arxamda dayansın ki, Qərb müdafiə eləsin də. Hələ seçicini də, bayaq dediyim kimi, siyasi proseslərdən qalıb kənarda seçici yaxşı tamaşaçıdır sadəcə, diqqət edir. Bir qrup qalıb ortada, siyasiləşmiş qrup mübarizə aparır. O qrupun içərisində mənim mövqeyim, siyasiləşmiş qrupun içərisində mənim mövqeyim yox, asaq kəsəyin mövqeyi daha çoxdur. Daha çox müdafiə olunur. Sanki onu daha yaxşı müxalifətçilik hesab edirlər. Daha yaxşı mübarizə metodu hesab edirlər və o mübarizədə də çoxluğun ictimai rəyə ötürdüyü informasiya, çoxluğu da ən azı bizim dayandığımız istiqamətə körüklüyə toplaya bilmir. Burada cəbhə ilə müsavat nəzərdə tutulur, yoxsa çünki ən çox belə deyək də radikal mövqedə olardı müxalifət dərəcəsində. Mən heç kimin adını çəkmirəm. Bu düşüncədə olanların hamısını nəzərdə tuturam. İstəyir cəbhədə olsun, istəyir müsavatda, istəyir ümiddə ya, bu düşüncədə olanları nəzərdə tuturam. Mən ümumi partiyalaşma nöqteyi nəzərindən yox, qrup nöqteyi nəzərindən müxalifətə bütöv yanaşdım. Bu hakimdir. Bu hakim olduğuna görə də cəmiyyətə çıxış imkanlarımız sıfırdır. Cəmiyyət qorxudulub, cəmiyyət küncə sığışdırılıb. Kim siyasətlə məşğul olursa, cəmiyyətdə ona hətta biraz daha normal yanaşırlar. Niyə başı salıb aşağı öz çörəyindən məşğul olmursan, niyə belə eləyirsən, niyə falan eləyirsən? Bu hakimiyyətin günahı deyilmi? Hakimiyyətin günahıdır, bir mənalı. Amma biz bilirik ki, bu otağın bir qapısı var. Bu qapıdan çıxmağa bizə imkan vermirlər, qapını hakimiyyət tutub. Elə biz gedib adamlarımızı bir-bir o qapıda açıb, başını kəstirib qaydırıq geri. Niyə? Başqa yol axtarmalıyıq. Divarı yarmalıyıq yoxsa? Ya divar mı yarmalıyıq, ya yeni qapı açmalıyıq mı, ya pəncərəni mi sökməliyik, amma o qapıdan çıxış yoxdur, anlamırıq bunu. Bu iqtidar nə demokratik seçki keçirtməyəcək, nə qanunlarla, nə filanlarla etməyəcək. Edə biləcəyi odur durub qapıda. Sən də gedib ki, təzdən oraya girsən, nə mənası var ki? Sən onun orada məğlub olacağını bilmirsən. Hə, kimsə düşünürsə ki, bu daha şərəfli ölümdür, mən ölməyi düşünmürəm. Mənim ölmək niyyətimizədir mi, yoxdur? Yox, ölmək təbii ki, ən sonda olan. Ən sonda. Şərəfli ölmək. Ən sonda olan. Ölüm son çarə. Mən bilirəm axı son çarə yoxdur burada. Pəncərədən də getmək olar. Hətta əlimizdə olan qələmlə belə uzun müddət işləsək bu divarı da çapmaq mümkündür. Pəncərədən girəndə oğru kimi həbs edirlər axı. Çalışacaqsan, birimizi həbs edəcəklər, ikimizi, amma kütləvi surətdə o pəncərədən çıxanda artıq heç kimi həbs etmək mümkün olmur. Biz 88-ci ildə bu, təbii ki, bu rəmzi bir bənzətmə idi, amma 88-ci ildə Sovet hökumət də çox istəyirdi ki, meydanlara çıxılmasın. Amma çıxıldı, dəyişildi, hər şey oldu. İqbal bəy, bu təyinatın indiki dövrdə hər hansı bir islahatla əlaqəsi varmı? Buna islahat deyə bilərik. Onu da hakimiyyət müəyyənləşdirəcək, mən deyə bilmərəm. Sizin fikrinizcə, yəni siz islahat tələb edirsiniz bir partiya lideri kimi hakimiyyətdən. Yəni bunu islahat kimi Mənim hakimiyyətdən islahat tələb etmə niyyətim yoxdur. Mən hakimiyyətin dəyişməsini istəyirəm. Başqa bir şey istəyirəm. Bir mənalı olaraq hakimiyyətin yerinə də özüm gəlmək istəyirəm. Və bu çox netdir, açıqdır. YAP nümayəndə Saidin Mirzəzadə demişdi ki, müxalifət təklif versin. Mən nəyəm? Mən ekspert adamım, təklif hazırlayım verim sən. Həm icra edə bilmə, həm də mən təklif verim, onu da icra eləmə. Mən vəzifəm bu deyil. Mən vəzifəm seçiciyə məlumat verməkdir, çatdırmaqdır ki, bu iqtidarla bundan sonra neçə il qalsanız da probleminiz həll olunmayacaq. Bunu da deyirəm.
Hə, iqtidar islahat etmək istəyirsə, mən islahatda yardımcı ola bilərəm seçicim naminə, vətəndaş naminə, falan naminə. Hansı islahat istəyirsənsə edim. Bunun da islahat olub-olmadığını gələcək göstərəcək. Nə edə biləcək? Ardıcıl sistemini nə edə biləcək? Bir çabalar var hakimiyyət içərisində, bu uzaqdan görünür. Bir çabalar var, bir niyyətlər var. Bəzi səfərlər, bəzi müqavilələr, bəzi danışıqlar, bəzi ritorikalardakı dəyişikliklər onu göstərir ki, islahatlara meyl etmək imkanları hələ tükənməyib və bu istiqamətdə çabalar var. Olacaqmı? Çox arzuluyuruq ki, olsun. Bilirsiniz, mən prezident olmaya bilərəm, mən millət vəkili olmaya bilərəm, mən partiya sədri olmaya bilərəm. Amma Azərbaycan vətəndaşının yaxşı yaşamaq haqqıdır. Hakimiyyətdə kim olacaqsa, o yaxşı yaşamaq naminə mənim yardım etmək borcumdur. Bir vətəndaş olaraq, bir siyasi institutun rəhbəri olaraq. Yardıma ehtiyacları varsa edim. Nəsə mane olursa, bizim gücümüzlə o maneçiliyi aradan qalxarsa, edək. Tək ki, Azərbaycan ayaq üstə dursun, tək ki, Azərbaycanda kataklizm olmasın, Azərbaycan barış cəmiyyətində yaşasın və s. və s. Siz belə deyək də, həm də müxalifət partiyalarının hakimiyyətə müəyyən mənada nöqsanların deməklə, nöqsanların göstərməkdir. Bu yolla demokratik cəmiyyətin demokratikləşməsinə yardım etməkdir. Amma bu günləri belə deyək də, bunlar tam şəkildə məhdudlaşdırılıb. Yəni hakimiyyət nə öz belə düzünü eləmir, nə də müxalifət dediyini eləmir. O zaman Azərbaycan müxalifətinin bir mənasız duruma düşdüyü aydın olur. Müxalifətin nə mənası var ki, onda bir mənalı olaraq elan olunsun, diktatura və s. həll olsun da məsələ. Heç bir diktatura elan olunmur. Heç bir, bütün diktaturalar səndən məndən asılı olmayaraq bir də görürük ki, həyatımızın içindədir və biz diktatura rejimi şəraitində yaşayırıq. Biz niyə varıq, niyə deyirik, nədən ötürü deyirik? Hələlik bütün gücümüzlə çalışırıq ki, Azərbaycan ənənəvi diktatura rejimlərində olan, avtoritar rejimlərdə olan xüsusiyyətə düşməsin. Gəlin etiraf edək ki, əgər bugün burada Kanal 13-də mən danışıramsa, siz də mənə istədiyiniz sualı verə bilirsinizsə, biz hələ Orta Asiya deyilik, biz hələ Şimali Koreya deyilik. Biz istəyirik ki, Avropa olaq, Hollandiya olaq, Avstriya olaq, Norveç olaq, Almaniya olaq, Fransa olaq. Aradayıq. Hələ Gürcüstan da deyilik. Amma Belarusiyada deyilik. Biz deyirik daha yaxşı olaq. Və danışdıqlarımız, mübarizəmiz, çabamız hamısı bundan ötürüdür. Və ona görə bizə çox ehtiyac var. Heç kim insanları maarifləndirəndə əlində silahla maarifləndirmir, sözlə maarifləndirilir, mövqeyi ilə, danışmaqla, mövqeyini çatdırmaqla və bizim əslində dediyimiz budur. Sabah görəcəksiniz ki, kanalınızda nə qədər adam bu videoya baxıb. Mənim ən son videoma 100 neçə min adam baxmışdı sizin kanalda. Bu artıq maarifləndirmədir və bizim o istiqamətdə gördüyümüz. Amma nəticəsi maarifləndirmə demək olar mı buna? Əlbəttə olar. Əlbəttə olar. Nəticəsiz demək deyil bu. Əgər bugün yeni insanlar fərqli şəkildə düşünə bilirsə, gənclik gəlirsə, təkcə köhnə adamlar deyil ki, o gəncliyin gəlməsinin siyasətə, o gəncliyin siyasi mövqe qoymasını, hətta yeni partiyalar yaratmasının, yeni hərəkatlar yaradılmasını elə danışdıqlarımızın və bizim apardığımızın mübarizənin nəticəsində onlar öz-özünə çıxmıyor ki, ortalığa. Necə ki, biz çıxmamışıq öz-özümüzə ortalığa. Sovet dönəmində niyə yox idi? Biz elə hamımız Sovet dönəmində var idik da. Niyə partiya qurmurduq? Niyə cəmiyyət inkişaf etdirmirdik? Onu bir mübarizə yolu gətirdi ki, bəziləri gəldi. Bizim də bir mübarizə yolumuzdan sonra yeniləri gəlir, artacaq da bunlar. Təyinatdan konkret gözləntilər nə gözləmək olardı? Vallahi, ümid yaxşı şeydir. İnsan da həmişə istəyir ki, pozitivliyə ümid etsin. Arzu eləyək ki, yaxşı olsun. Arzu eləyək ki, heç olmasa dinamik bir hakimiyyət yaransın, problemlərə reaksiya verən bir hakimiyyət yaransın və Avropada, dünyanın aparıcı dövlətlərinə münasibətdə dəyərlərə üstünlük verən bir Azərbaycan olsun. Olacaqmı? Eyvallah, dəstəkləyəcəyik. Çünki bizim zaten özümüzün də istədiyimiz odur. İnsan haqları qorunsun, məhkəmələr azad olunsun, polis özbaşınalığı yığışdırılsın, korrupsiya, rüşvətxorluq yığışdırılsın, insanları ağlına və başına görə vəzifəyə təyin etsinlər, oliqarxiya ilə məmur sistemi bir-birindən ayrılsın, inkişaf üçün yeni stimullar verilsin. Bunları istəyirik və hakimiyyətdən də zaman-zaman tələb edirik. Biz yox, bunu istəmirik, ancaq dəyişmək istəyirik desək, 20 neçə ildir budur, dəyişmir də, reallıq da budur. Bizim borcumuz dəyişməkdirsə, vəzifəmiz dəyişməkdirsə, seçicinin də vəzifəsi adam kimi yaşamağı bu hökumətdən, adamlardan, insanlardan, görevli məmurlardan tələb etməkdir. Onlar da yazıqdır, onlar da yaşamalıdır və biz də bunu arzu edirik. İqbal bəy, hələ ki, əsas görünən ondan ibarətdir ki, hamı bu vəziyyətdə, yəni mən həbs olunmayayım, ölməyim, özümü yəni zəlalət gündə yaşasam da yaşayayım məntiqinə üstünlük verir. Hamı deyəndə kimi nəzərdə tutursunuz? Həm cəmiyyət, yəni əslində mən cəmiyyəti nəzərdə tuturam, çünki siz cəmiyyət dedik, cəmiyyət və
partiyalarda cəmiyyətin passivliyini nəzərə alaraq və əksər hallarda cəmiyyətin passivliyini bəlkə də bəhanə eləyərək mövcud vəziyyətdən sakitləşirlər, razılaşırlar. Sizcə partiyaları cəmiyyət passiv deyil. Cəmiyyət passiv deyil, cəmiyyət heç tutulmuyum, onu etməyim də, bunu etməyim də demir. Mən dəfələrlə qeyd etmişəm. Qəhrəman cəmiyyət, passiv cəmiyyət, ölü cəmiyyət, fədakar cəmiyyət, satqın cəmiyyət, belə anlayışlar yoxdur. Cəmiyyəti bu hala salan, onun təşkilatlanmasını təşkil edə bilən qurumlardır. Deməli, həm də sizsiniz. Yəni bizlərik. Cəmiyyətin bu gündə olmasının səbəbi bizdir. Təşkilatlanmanın düzgün yolunu tapa bilmirik. Tapa bilmədiyimiz üçün də vəziyyət gəlib bu yerə çıxıb. Tapmalıyıq, axtarmalıyıq. Axtarırıq tapmağa. Bayaq dedim, çətinliklərimiz var. Bir qrup mənafeyi içərisində tutaq ki, iqtidarın dırnaqarası uğrunda olub ki, bizi bir qrupa salıb, biz qrupuq, cəmiyyət bizlə deyil. O qrupun içərisində elə mövqelər hakimdir ki, o mövqe ilə təşkilatlandırmaq mümkün olmur. Təəssüf ki, bu hakimdir. Bunu dağıda bilmirik, öz içimizdə hələ dağıda bilmirik. Oturursan, pozitiv söhbət edirsən, danışırsan, falan edirsən. Bu günlərdə bir yerdə söhbətim olanda növbəti prezident seçkilərində müxalifətin vahid namizədi dedim, burada saxlayın. Müxalifətin prezidentliyə namizədi anlayışını qoyaq qırağa. Biz türmədən adamımızı çıxarda bilmirik, biz mandat ala bilmirik, biz hüquqlarımızı qoruya bilmirik, prezidentlik. Bu bir prosesdir. Hə, biz gəlib seçki dönəmi çatanda məcburən bu və ya digər şəkildə partiyamız üçün, cəmiyyət üçün, daha çox üzvlər toplamaq üçün prosesdə iştirak edirik, amma reallıq bir ayrı şeydir. Biz gərək bu prosesi aparaq ki, gedib o yerə çıxa bilək. Ona görə də cəmiyyətdə günah yoxdur burada, onu təşkil etməli olan siyasi institutlardadır. Hakimiyyət nə qədər repressiv, nə qədər avtoritar, hakimiyyət nə qədər qəddar olmuş olsa belə, onun yolunu tapmaq siyasilərin boynunun borcudur. Biz onu hələlik tapa bilmirik. Yəni siyasilər hələki vəzifələrini icra edə bilmirlər. Edə bilmirlər, bir mənalı. Müxalifət vəzifəsini icra edə bilmir. İqbal bəy, son sualda belə ünvanlamaq istəyirəm. Biz bilirik ki, Azərbaycan iqtidarında bəzi, daha doğrusu belə çox iddialar olunur ki, müxalifət daxilində bəzi qruplaşma halları var. Bu təyinatın sizcə bu qruplaşma hallarına son qoymaq? Hakimiyyət daxilində. Təbii ki, ola bilər, o da ola bilər. Mümkündür ki, o qruplaşmada yeni bir müstəviyə çıxsın, yeni bir xəttlə inkişaf etsin. Təşəkkür edirik, gəldiniz və fikirlərinizi bizdən bölüşdük. Dəyərli izləyicilər, bizim vaxtımız burada sona çatdı. Biz isə Azərbaycan Respublikasının birinci vitse-prezidentinin prezidentlik postuna təyinatını müzakirə etdik. Çox sağ olun.